Siz bugün fikir verirsiniz dünyada nə baş verir ümumiyyətlə. Xahiş edirəm ki, bəsirətli olun, diqqətli olun, gənclərə deyirəm. Baxın, görün dünyada nə baş verir. Oxuyun, mütaliə eləyin, xəbərləri izləyin, təhlil edin. Başınızı qaldırın, baxın ki, dünyada nə proseslər gedir, nə baş verir. Əgər təhlil etsəz, görməmiş olmazsınız. Görərsiniz ki, bugünkü gündə dinlə mübarizə adına nəsə varsa, Allah vəlisini hədəf alıb. Dinlə mübarizə yəni bu. Dinlə mübarizə bugün aparırlar. Nə ilə mübarizə aparırlar? Namazı ilə yox. Orucu ilə yox. Dinlə mübarizə aparırlar böyük dövlətlər. Planlar qururlar dünyada dinə qarşı, din əleyhinə. Siz diqqətlə baxın, görün nəyi hədəf alırlar. Dinlə mübarizə yəni nə? Dinlə mübarizə yəni Allahın övliyalarını hədəf alıblar. Onlarsız din istəyirlər. Onlardan dini ayırıb cəmaata o dini vermək istəyirlər. Gedin başınızı qatın o dini. Bunlar belə çatdırır, özləri də cərəyanlar yaradıblar, təkfirsi cərəyanlar. Adlarını da bilirsiniz, onlar yaradıblar. Onlar dəstək verirlər. Əvvəldən onlar da müəllifi bu layihənin. Yaradıblar. Nə deyirlər? Deyir, Peyğəmbər gəldi, dini çatdırdı və salam çıxdı, getdi. Qutardı Peyğəmbər, bitdi. İndi onun qəbrini də dağıtmaq lazımdır. Onun şəxsiyyətinə bir ehtiramın, hörmətin, hörmət eləməməyin bir mənası yoxdur. Onlar qüdrət tapan kimi nədən başladılar? Bəqidə imamların qəbrini dağıtmaqdan başladılar. Biz həcc ziyarətində olanda mənə üzbəüz dedi orada olan xidmətçilərdən biri. Dedi ki, gücümüz çatsa, inşallah müsəlmanlar yetişkinləşsə, kamilləşsə, biz, bax mənə dediyi sözdür, Peyğəmbərin də qəbrini inşallah dağıdacaq. Bunu dedi. Bunu münzur adlarla eləyir, şirk adı ilə, nəmnə adı ilə, amma başa düşün ki, niyə bu qədər buna təkid edirlər və niyə bunu deyənlərə dəstək verirlər, o böyüklər? Niyə bunu deyənlərə dəstək verirlər? Çünki din budur, bunu dindən ayırsan, heç nə, ruhsuz bədəndir, ver cəmaata oyuncaq kimi başlı qatsınlar, o dindən heç bir xeyir yoxdur heç kəsə. Amma bizik, bir dənə biz, ki biz deyirik ki, din yəni Allahın vəlisinə münasibət. Onun vasitəsilə Allaha bağlanmaq. Biz o silsiləni tanıyırıq. Peyğəmbər idi, o silsilənin başçısı, davamlı 12 dənə imam indiyəcən davam eləyir, sonuncusuna qədər. Sonuncusu sağdır və bugün də onun başına toplaşmaq lazımdır, ona yardım edilməlidir. Bunu deyən təkcə bizik. Ona görə böyük qüdrətlərin hamısı gücünü səfərbər eləyib bizə qarşı. Çünki bu sözü deyən bizik. Biz o ipi itirməmişik. Bu məclis onun bir təzahürü.